Deməli başlayaq bizdə birinci Swagger nədir? Yəni Swagger çox sadədir. Yəni belə deyim, məlumatları display eləmək üçün, yəni REST API-ləri test eləmək üçün olan bir interfeysdir. Yəni bunu sadəcə interfeys kimi düşün. Yəni nə tool deyil, nə library deyil. Yəni ə, qısa belə deyim, yəni sadəcə interfeysdir, UI UX-dir ki, backend datalarını test eləsin, yəni post eləsin, get eləsin. Sonra burada update yoxdur, delete falan onlar eləsin. Birinci onlara baxaq. Deməli HTTP request yazsaq, HTTP requestlər nədir? Bizdə metodlar var, yəni Swagger-də gördüyüm metodlar. Metodlar nədir? Get var, post var, put var, delete var, connect var, options, trace, patch. Amma təbii ki, bunlardan hid lazım olmur, connect istifadə olunmur, option istifadə olunmur, trace istifadə olunmur, patch istifadə olunmur. Sadəcə bizdə deməli get istifadə olunur. Bir də post istifadə olunur, put update istifadə olunur. Yəni putla update ikisi də eyni şeydir. Yəni belə deyim, put update deməkdir. Delete istifadə olunur. Bir də get all var. Yəni bütün dataları gətirmək üçün istifadə olunur. Deməli bizdə indi post var. Postu bir dənə yoxlayaq. Trade out eləyək. Yəni belə deyim, Swagger-i database olmadan işlətmək ya da başa salmaq qeyri-mümkündür. Çünki database yoxsa, yəni necə execute eləyəcəksən? Burada məsələn fərqli şeylər yazaq. Birdən bu exist olar. Burada başqa bir şey yazsaq, bunu dəyişək biraz. Passwordu random atıb bunu dəyişək. Məsələn bunu da buraya yazsaq. Qoyaq bura. Bunu da phone number plus 900 ya da phone number string qalsın, sənə erroru görsədim. Daha sonra davam eləyək. Məsələn execute eləyək. Execute eləyəndə gördüm burada məsələn 400 atdı. 400 nə deməkdir? Burada yazıb error. Bax invalid phone number. Məsələn bu error mən bunu backenddə yazmışam. Sən bunu frontenddə, yəni fetch eləyib burada bu hissədə. Məsələn error hissəm məndə deməli mapping hissəsində errorlar düşür. Sən də buradan onu fetch eləyib səhifədə göstərəcəksən. Yəni invalid phone number yazır. Yəni məsələn user bizdə registrasiya olanda phone number hissəsinə hərf falan doldurmaq istəyəndə artıq ona bu erroru göndərəcəksən. Status kodlar nədir? Birinci status kodlara baxaq. Status codes deməli bizdə status kodlar var. Response, yəni request atıb response alırıq da. Requestə görə 101 var, 100 var. Yəni 100 ilə başlayan kodlar var. Yəni bunlar çox əslində belə deyim, yəni informational response-dur. Bunlar heç vaxt lazım olmur. Yəni bu hissəni bilməsən də olar. Successful response var. Bunlar çox vacibdir. 200 nədir? Oqdur. 200-də hər şey işləyir. Yəni success deyil. Yəni 200-də məsələn get-də də atır, put-da, post-da, trace. Yəni bunlar lazım deyil, dediyim kimi. Get lazımdır, put, bir də post. 201 created-dir. Yəni məsələn bir şey tutalım property ya da user yaradıldısa, artıq ona created göndərir. Yəni burada hər şey işləyir, yəni davam edə bilərsən. 202 accepted-dir. Yəni 202-də yəni hər şey işləyir. 203-də token gəlmir, amma accept olub. Yəni 203-də yəni əslində hər şey yəni yaşıldır. Yəni green-də hər şeydə davam edə bilərsən. 204 nə vaxt olur? Tutalım sən nəyisə update eləmək istəyirsən. Burada put eləyəndə orada artıq yenidən sən tutalım update eləyəndə məlumatları dəyişir, 204 göndərir. Yəni 204-də də success deməkdir. 300 lazım olmur. 300 ilə başlayan kodlar heç vaxt lazım olmur. 400 var. 400 göstərdim. 400 nədir? Errordur. Yəni 400 varsa deməli problem var. 400 daha çox front-endin error. 400-də yəni həm back-endin error ola bilər, həm də front-endin error ola bilər. 400 bad request-dir. Serverdə problem olur ya da məsələn client error falan olur. 401 unauthorized-dir. Yəni token gəlmir, yəni expire olur, ona görə atır bu erroru. 403 forbidden-dır. 403-də nə olur? Belə deyim, yəni 403-də sən səhifəyə access ola bilmirsən. Yəni sign up ola bilmirsən, qadağan olunur ya da URL yazanda tutalım. Bu hissəyə tutalım yazsan ki, admin belə yazalım. Məsələn, coffee shop yazırsan, /admin qoyursan, enter-ə basanda ya da belə deyək də, məsələn, unique edu az eləyək, admin qoyaq.
Burada bizə error atacaq. Yəni bu səhifəyə qoymayacaq. İndi 404 göndərdi, file not found. Əslində 403 də göndərə bilər. Yəni forbidden bu səhifəyə biz girə bilmirik. Yəni bizə access vermir. Eyni zamanda hara getdi o? Aha. 405 metod not allığıd. Yəni bunlar lazım olmur. 406, 407 çox nadir hallarda lazım olur. Yəni proxy authentication required. Yəni 407 demək olar heç qabağıma çıxmayıb, yəni işlətmirlər. 408, 409, yəni bunlar çox boşdur. Yəni bunlar lazım olmur. Bunları keçək. 500 errorları. Yəni 500 errorları sənə aid deyil, amma bilsən təbii ki, plusdur. 500 internal server errordur. Yəni 500 gəl 500 ilə başlayan status kod görürsənsə, burada artıq backendçinin problemi var. Yəni backendin problemi var, sənə aid deyil. Yəni ona görə 500-ü bilməsən də olar. Deməli bizdə 400 atdı. İndi bunu düzəldək. Phone number hissəsini bir dənə düzəldək. Plus 994 məsələn belə bir nömrə yazsaq. Execute edək. Aha, indi 200 atdı. 200 nədir? Successdir. Yəni 200-də hər şey işləyir. Məsələn, burada da mesaj yazır ki, registration successful, please verify your email. İndi bizdə SMTP qoşandan sonra, yəni SMTP nədir? Send message, send mail transfer protocol. Bunu qoşandan sonra bizdə tutalım mail hissəsində access gələcək. Ona tutalım basıb verify eləyə biləcək. İndi buradan tokeni götürək. Bu token sənə niyə lazımdır? Çünki sən Swag yerinə işləyəndə bu tokeni götürəcəksən. Bu authorize hissəsinə yapışdırmasan, yəni bunu bura yapışdırmasan, digər property ya da başqa səhifələrə girə bilməyəcəksən. Yəni onu bir dənə göstərdim. Bir saniyə. Bir dənə GitHub-a girək. GitHub hissəsində yəni mən hazırda burada bir dənə registrasiya hissəsini yazmışam, Atod hissəsini. Bu test hissəsi sənə lazım deyil. Yəni testdə baxmasan da olar. Yəni sadəcə testdən digər olan entitylərə baxacaqsan. Yəni bu özüm üçün yazmışam. Yəni bunun sənə çox da aidiyyəti yoxdur. Ona heç baxma girən. İndi bir dənə mənim bir dənə deploy elədiyim API-yə baxaq. Onu ara atmışdım, yadımdan çıxdı. Aha, deyəsən burada olmalıdır. Aha. Bir dənə bundan yan-yana qoyaq. Deməli bizdə authorize oldu. Burada authorize olanda gördün, yəni keylog oldu, yəni açar bağladı. İndi bizdə API hissəsində mən də hazırda bu Atod hissəsini yazmışam. Yəni server dəyişib baxın, mən o serverdə problem var idi. SQL server qoşmuşam indi. Ona görə o bir hissələri daha sonra yazacağam. Onları sonra izah edərik. Deməli burada admin hissəsi var idi. Atod hissəsi var idi. Contact, favorites, properties, test yenə lazım deyil. Deməli sən burada registrasiya hissəsində əgər tokeni götürüb bura qoymasan, məsələn, indi bura qoysam işləməyəcək, çünki bunun database-i yoxdur. Yəni database-ində problem var. Bunu bura qoysam, mən artıq bunları əlim çatacaq. Yəni bunu post eləyə biləcəm və ya update eləyə biləcəm və ya delete eləyə biləcəm. Yox, əgər bunu bura qoymasam, yəni kilit bağlanmasa, mən bunların heç birini eləyə bilməyəcəm. Ya ona görə birinci registrasiya hissəsini eləməlisən. Registrasiya olandan sonra authorize-a gəlib tokeni bunun içərisinə qoyandan sonra artıq sənin bütün Swag yerdə olan belə deyim, toollara əlin çatacaq. Yəni bütün entitylərə əlin çatacaq. Daha sonra bir dənə loginə baxaq. Login hissəsi də yəni olduqca sadədir. Bir dənə e-maili buradan götürək məsələn. E-mail hansı hissədədir? Bir dəqiqə e-maillərə buradan götürək. E-mail buradan götürdük. Buraya yapışdıraq. Aha, e-maili götürdük. Password da bir dənə götürək. Password. Deməli. Password da buradan götürdük. Buraya yapışdırdıq. Remember me true da ola bilər, false da ola bilər. Yəni up to you-dur. İstədiyin kimi dəyişə bilərsən. Execute eləyək. Aha, bunda da 200 atdı. Yəni bizdə registrasiya hissəsində hər şey işləyir. Login işləyir, register işləyir, forget password falan. Bunlar hamısı işləyir. Bir də bizdə şema hissəsi var. Yəni şema sənin ən çox əslində baxacağın yerdir. Çünki şema hissəsində detaillar gəlir. Bu detailları sən front-enddə çəkib, yəni belə deyim ya da göstərdim bir dənə websaytda məsələn booking yazaq bir dənə məsələn
otel saytdır. Buna baxaq məsələn burada. Aa, aha. DTO'lar nədir? Yəni DTO'lar sənin data transfer objekt deməkdir. Yəni database-dən olan obyektləri transfer edib bu hissədə səhifədə göstərə bilərsən. Məsələn, burada car rental var. Ya da buna basaq məsələn bu hissələrdə. Burada DTO nədir? DTO məsələn bu bütün komponentlərin içərisindəki title'dır, sonra description'dır, sonra show prices məsələn butona basanda bunun içərisində price falan yazır. Yəni bunlar DTO-lardır. Yəni ona görə DTO-lara birinci baxmağın vacibdir. Çünki DTO-ları səhv yazsan, ə, belə deyim, yəni database-də front-end arasında uyuşmazlıq olacaq. Yəni back-end ilə front-end arasında uyuşmazlıq olacaq. Miqrasiya falan ya da Bright adapterda falan onda problem olacaq. Bu hissəyə baxaq. Məsələn, məndə saytda deməli DTO hissəsində login DTO yazmışam. Login DTO-da məsələn email göndərmişəm, password göndərmişəm, remember me göndərmişəm. Email hissəsində məsələn yazmışam required, email is required, invalid email adres. Əgər tutalım email yanlış daxil etsə, falan daxil etməsə ya da gmail.com yazmasa bu erroru bizə fırladıb atacaq. Password is required yazmışam. Yəni tutalım password daxil etməsə artıq user sign up ola bilməyəcək. Remember me-də default false vermişəm. Amma up to-dur, sən onu true-ya çevirə bilərsən. Yəni qabağına bir dənə belə atarsan, remember me qoyarsan, artıq onu true-ya çevirərsən. Deməli əslində Swagger yəni bu qədər sadədir. Yəni sadə dediyim hansı hissədir? Hazırda Atut hissəsi, yəni registrasiya hissəsi sadədir. Bir də bizdə bu hissələr var idi. Admin hissəsi, property hissəsi, bir də favorites, contact, bir də digər hissələr əslində yox idi. Yəni sadəcə bunlar idi. Yəni bunlar da əslində çox sadədir. Yəni sadəcə post eləyəndə məlumatları göndəririk, get eləyəndə məlumatları alırıq. Yəni getdə bütün məlumatlar gəlir. Bir də forget password, reset password, yəni bunlar da postdur. Yəni putda da update eləyirik. Yəni bu qədər sadədir əslində. Test hissəsinə baxa bilərsən əslində istəsən. Yəni burada məsələn create user deyirik, random user yaradır. Yəni bu əslində sənə aid deyil. Sadəcə məsələn mən backendəm, özüm yoxlamaq üçün belə bir random user yaradır məsələn. Sonra burada property hissəsində trade out eləyəndə execute eləyək. Məsələn property yaradır, deyir məsələn dəniz manzaralı falan. Yəni belə bir property yaradır. Yəni bu test üçündür. Yəni bu sənə lazım deyil. Bunu biz yazırıq ki, yəni API yoxlamaq üçün API işləyirmi, işləmirmi, ya problem var, ya database-ilə uyuşmazlıq falan var. Yəni Swagger hələlik bu qədər. Yəni buna baxarsan, belə deyim, foundation falan öyrənərsən. Daha sonra mən o biri hissələrdə yazandan sonra, server database əlavə edəndən sonra onları da tam çəkib ataram. Nəyi də başa düşməsən, Meetdə falan danışarıq ya da o biri rekord ataram. İndi onu danışarıq, yəni necə olacaqsa. Başqa da əslində belə Chrome-dan da araşdıra bilərsən. Swagger learn in one. Məsələn belə yazsaq, Swagger öz dokumentasiyası var. Sən buradan da baxa bilərsən, amma təbii ki, burada çox uzun yazıb. Yəni bunlara baxmağın biraz absurddur. Amma yəni təbii ki, araşdırmaq istəsən baxa bilərsən. Yəni belə bir şeylər var. Yəni belə, yəni təbii ki, up to you, istəsən baxarsan.